Demək yağışdan sonra gedirəm əkintiyə baxım. Neçə gündür baxmıram, yadımdan çıxıb baş qarışır. Görək. Nətərdir? Demək, bura malina əkmişəm. 15 dənədir. Bunları darvaza hazır olandan sonra ayrı-ayrıca bör-börə bastıracağım. Burada bir ağacım var. Orada üçüncü və dördüncü ağaclarım. Buralara kişniş səpmişəm. Reyhan, nanə, cüd. Ondan sonra o tərəfə bir salat var, onu səpmişəm. Bir də buralara soğan bastırmışam. Soğan nəsə çox zəif çıxır. Bilmirəm niyə. Zəif çıxır. Sizcə bu nədir? Klubnikaya oxşayır, amma bilmirəm. Buradan bizdən qabaqki yaşayanlar nəsə də bastırıblar. İndi gözləyirəm ki, nə çıxar. Bax, buradan da güllər çıxır. Bilmirəm nə gülləridir. Bir də buradan güllər çıxır. Bunlar da yəqin adi otlardır da. Siz yaxşı bilərsiniz. Bu niyə buradan çıxıb bilmirəm. Nədir bunlar? Rusiyada yaşamağıma baxmayaraq məhlə evini çox sevirəm. Əkinti məşğul olacam. Hətta toyuq cücə belə saxlamaq fikrim var. Sağlıq olsun, məhləmiz hazır olsun. Toyuq damı hazırlayaq. Ondan sonra toyuq almaq fikrimdəyim. Məhləmiz hələ ki belə. Bir 10-15 günə gəlib məhləni hazırlamalıdırlar. Düzləşdirməlidirlər.